Hacı Zeynəlabdin Tağıyevin Qızlar Məktəbi üçün verdiyi mübarizəni bilirsinizmi? O dövrdə Azərbaycan cəmiyyətində qızların təhsil almasına qarşı çıxanların sayı az deyildi. Qızlar Məktəbinin açılması cəsarətli və inqilabi bir addım idi. Lakin Tağıyev bu müqavimətə baxmayaraq 8 böyük İslam müctəhidinin açıq fətvaları və dəstəyi sayəsində Qızlar Məktəbini açmağa müvəffəq oldu. Məktəbin açılışı zamanı isə vurğuladı. İngiltərədən və Almaniyadan qadın müəllimələr gətirirlər. Nə onların təhsili, nə də mədəniyyəti bizə uyğundur. Bizim qızlarımız təhsil almalı və özləri müəllimə kimi gələcək nəsilləri yetişdirməlidirlər. Tağıyevin cahilliklə apardığı mübarizədə ən böyük dəstək İslam müctəhidlərinə məxsus idi. Onların fətvaları sayəsində o, Quranın ilk dəfə Azərbaycan dilinə tərcüməsinə maliyyə dəstəyi verdi. Bu tərcümə 1911-ci ildə nəşr olundu və Azərbaycan xalqı üçün böyük bir irs qoydu.